Selamun aleyküm. Şərh bildirəndə bir insan kimi ədalətlə şərh bildirin ki, baxın bu hər gün dərmanladığım yerlərdir bu. Talib Qaraşovun əmri ilə, Cavanşir Paşazadanın əmri ilə Hüseynov Nizami, Dadaşov Salman, Hasanov Elman bir qrup bu tipdə şəxslərin mənə vətəndaşa çəkdirdiyi əzabdır. Niyə bunları eləyirsiniz? Niyə? Baxın, sizin Rusiyanın buradakı nümayəndəsi var. Cabbarov Eldar. İkinci Ruben Vardanyan. Yəni torpaqları pulsuz, parasız gələcəkdə ona təhvil vermək üçün. Mən mane oluram sizə. Və sona kimi də mane olmağa davam edərəm. Həyat yoldaşım artıq sıradan çıxdı. 2 həftədir, yoxdur, evdədir, xəstələndi. Mənim özümü bir neçə dəfə gün vurub. Baxın, bu insanlığa sığmır da. Ətraf hamısı ağaclardır, ağacları budamırlar, mənə də qoymadılar. Əl də vursam, Zəki Camal Daşdəmiroğlu hazırdır. Məndən şikayət edəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı gələcək, məni cərimələyəcək yenə. Mənə deyirsiniz, dərmanlamırsan, nə? Bu 2 günə dərmanladığım şeylərdir. Topaz, Jaguar, nə bilim, Dentist, Kortaj, bir hissəsi də buradadır, digər bir hissəsi də evdədir. Talib Qaraşovun əmri ilə məscidlərimizdə nəzir toplanılır. Qadınları zorla məscidə Nizami müəllim dəvət eləyir. Güya dəvət eləyir, nəzir gətirir. Nəzir toplayan o dindar, dırnaq arası dindar qadın da 1 manatı əlində tutub deyir, 1 manat gətirməyin, bizə böyük pullar lazımdır, böyük pul gətirin. Senarini yazan da gəlib kətdədir. Allah sizə lənət eləsin. Allahın lənəti əbədi olaraq üzərinizdə olsun. Amin inşallah.